Sizcə Azərbaycan Respublikasının, yəni müstəqil Azərbaycanın ilk peşəkar qadın diplomatı kim olmuşdur? Bu Sima Pəhman qızı Eyvazova idi. Belə ki, 1933-cü ildə Bakıda anadan olmuş, Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. SSR Xarici İşlər Nazirliyi Mərkəzi aparatı yanında Ali Diplomatiya Məktəbini fəxrlənmə diplomu ilə bitirmiş və həmin aparatın yanında 2-ci Avropa bölməsində çalışmışdır. Britaniya məsələləri ilə məşğul olmuşdur. Bu sahədə birinci dərəcəli müşavir vəzifəsinə qədər yüksəlmişdir. 1982-85-ci illərdə isə mərhum prezidentimiz, ümummilli liderimiz Heydər Əliyevin dəvəti ilə Azərbaycanın Xarici İşlər Naziri vəzifəsini icra etmişdir. 1985-ci ildə isə SSR Xarici İşlər Nazirliyinin təyinatı ilə BMT-nin Cenevrə bölməsində SSR-nin nümayəndəsi kimi çalışmışdır. Və 1991-ci ildən isə Azərbaycanı həmin BMT-də daimi nümayəndə kimi təmsil etmişdir. Və bu sahədə 93-cü ilə qədər işləmişdir. 97-ci ildə yenidən eyni vəzifədə bizi təmsil etmiş, bundan başqa bir neçə başqa beynəlxalq təşkilatlarda da Azərbaycanı təmsil etmişdir. 2009-cu ildə Cenevrədə dünyasını dəyişmişdir və 6 xarici dil bilirdi.